fikirləri müəyyən edin. 1. Sözün neçə sayı hərf varsa, o qədər də heca var. Məsələn, kitab sözündə kitab. 2 sayt var və 2 heca var. Birinci düzdür. İkincidə hecanın tərkibində mütləq samit işlənir. Bu yanlışdır. Məsələn, ana sözünə baxıram. Ana. Birinci hecada sadəcə sayt var, samit yoxdur. Ona görə ikinci yanlışdır. 3-də qalın saytlər dilarxas səslərdir. 3-də düzgündür. 4-cü uzun tələffüz olunan sözlərdə vurğu hər zaman son hecaya düşür. Bu yanlışdır. Məsələn, bəzən sözündə uzanma hadisəsi var və vurğu sonda deyil. 4-cü yanlışdır. 5-cidə ca qoşma və ədat kimi vurğu qəbul edir. Məsələn, məncə bilmir, yəni mən qədər bilmir. Bu zaman vurğu qəbul etmir. Bir də var ədat kimi, körpəcə, xırdaca, bu zaman vurğu qəbul edir. Düzgün fikirlər 1, 3 oldu və düzgün variant C variantı. İkincidə, lar şəkilçisi hansı nümunələrdə vurğu qəbul edir? Birincidə, belə qalmaz, bir gün bu dünya düzələr. Birinci cümlədə cəm şəkilçisi yoxdur. İkincidə, mən öz yerimə sadiqəm. Necə ki, sadiq olur ağaclar getdiyi yerə. Ağaclar sözü, belə deyək, ağaclar sözündə olan cəm şəkilçisi vurğu qəbul edir. 3-də, illər boyu neçə dərdə dözüb dayanır, qəfil sevincindən yıxılır adam. İllər sözündə lər şəkilçisi vurğu qəbul edir. 4-cü, anasının narıncı koftasını iyləyib yatan bu uşağı birdən narıncı inqilabın qucağına atdılar. Atdılar sözündə lar şəkilçisi vurğu qəbul edir. Vurğu qəbul edənlər 2, 3, 4, 2, 3, 4-də olan cümlələrdir. 5-cidə, insanı arxadan ötüb keçərlər. Burada isə lər şəkilçisi vurğu qəbul etməyib. Ona görə düzgün variant 2, 3, 4 A variantı. 3-də səhv fikirləri müəyyən edin. 1. Səslərin təhlili tələffüz əsasında aparılır, düzdür. 2-cidə səs uzanması sözdə yazılış və deyiliş arasında fərq əmələ gətirir, səhvdir. 3-də incə saytların hamısı dilin önündə əmələ gəlir, səhvdir. Çünki E saytı dilin ortasında əmələ gəlir. 4-cü, səs düşümü yalnız saytlərdə rast gəlinən məqamdır. Xeyr, samitlərdə də səs düşümü ola bilər. 5-cidə, səs artımı müxtəlif cinsli saytlar arasında ola bilər. Bəli, məsələn, ailə sözündə A, İ saytlar arasında Y samiti əlavə olunur. Ona görə 5-ci də düzdür. Səhv olanlar hansılar oldu? 2, 3 və 4. B variantı. 4-də, hansı sözdən yazılışı düzgündür? Birincidə samballı. Samballı yox, sanballı olmalıdır. Yəni M yox, N olmalıdır. Ona görə birinci yanlışdır. İkinci, soyqırımı sözü düzgündür. Üçüncüdə texnikum yox, texnikum olmalıdır. Üçüncüdə yanlışdır. Dördüncüdə mərhumiyyət yox, məhrumiyyət olmalıdır. Dördüncü də yanlışdır. 5-də kinematoqraf. Kinematoqraf sözü düzgündür. 6-cıda kombinat. Kombinat sözü də düzgündür. Düzgün olanlar hansılardır? 2, 5 və 6 Y variantı. 5-cidə səs uzanmasına əsasən ardıcıllığı tamamlayın. Etibar sözündə E uzanır. Bəhanə sözündə A sayt uzanır. Möcüzə sözündə Ö sayt uzanır. Dəfinə sözündə isə İ sayt uzanır. Ardıcıllıq belə olmalıdır. Birinci sözdə birinci sayt, ikinci sözdə isə ikinci sayt uzanmalıdır. İndi baxırıq A variantında şöbə. Şöbə sözündə Ö sayt uzanır. Tabeli sözündə də birinci sayt uzanır. Hər ikisində də uzanma hadisəsi eyni saytdə olduğu üçün buna görə A variantını aid etmirik. B variantında xassə sözündə A sayt uzanır. Xəzinə sözündə isə İ sayt uzanır. Yəni birinci sözdə birinci sayt, ikinci sözdə ikinci sayt uzanır və bu B variantında olan sözlər uyğundur. C variantında etibar sözündə E uzanır. Laqeyd sözündə də birinci sayt uzanır. Ona görə C variantı aid deyil. D variantında malikanə sözündə
hər iki A saytında uzanma var və mömin sözündə birinci sayt uzanma olduğu üçün bu sözləri də aid etmirik. E variantına çovğun tövbə sözləri uzanmır. Düzgün variant B variantıdır. Xassə və xəzinə sözləri. 6-cıda vurğusuna görə mənaları fərqlənən, lakin nitq hissələri fərqlənməyən sözləri müəyyən edin. Birincidə şaxta sözü. Şaxta həm qışda olan şaxta mənasında, həm də mədən, insanların işlədiyi yer mənasında isimdir. Mənalar fərqli olsa da eyni nitq hissəsinə aiddir. Ona görə birinci sözü aid edə bilərik. İkincidə romantik. Romantik sözündə, məsələn, romantik deyiriksə, yəni vurğu A-nın üzərindədirsə, bu zaman romantik əsər yazan insana deyilir. Əgər vurğu sondadırsa, bu zaman sifət olur. Məsələn, romantik əsər. Necə əsər? 2-ni aid etmirəm, 3-də. 3 həm zərf, həm də sifət kimi işlənə bilər. Məsələn, mütləq gələcəm, burada olur zərf. Məsələn, bir də var ki, bu cavab mütləqdir. Burada isə sifət olur. Yəni, nitq hissələri fərqli olur. 3-ü də aid etmirəm. 4-cüyə baxıram. Yalnız. Yalnız sözü həm ədat, həm də sifət kimi işlənə bilər. Məsələn, yalnız kitab lazımdır. Yəni, təkcə kitab lazımdır. Bu zaman olur ədat. Bir də var ki, yalnız insan. Bu zaman olur sifət. Yenə fərqli nitq hissələrinə aiddir. Ona görə 4-ü aid etmirəm. 5-cidə orqan sözü. Bir var insan orqanı. Bir də var ki, hər hansı bir təşkilat mənasında. Hər iki mənada da isimdir. 1, 5 A variantı düzgündür. 7-cidə vurğuya görə uyğunluğu müəyyən etməliyik. Birinci hecada, ikinci hecada və üçüncü hecada olanlar. A variantına baxıram. Parametr. Parametr. Vurğu ikinci hecadadır. Esse. Esse sözündə isə vurğu sondadır. Hər ikisində də vurğu ikinci hecadadır. Ona görə də A variantı ikinciyə aiddir. Yəni ikinci hecadadır. B variantına baxıram. Enerji. Enerji sözünə vurğu ikinci hecadadır. Mötərizə sözündə isə vurğu sonuncu hecada olduğu üçün fərqli hecalardadır və nəticədə bunu aid etmirik. C variantında rayihə. Rayihə sözündə vurğu sondadır. Pnevmoniya sözündə isə vurğu i-nin üzərindədir və nəticədə hər iki sözdə də vurğu üçüncü hecadadır. Bundan əlavə D variantına baxıram. Prinsip. Prinsip sözündə vurğu əvvəldədir. Refleks sözündə isə vurğu sondadır. Yenə də fərqli hecalardadır. Ona görə bunu da aid etmirəm. Menecer. Menecer sözündə vurğu əvvəldədir. Kafedra sözündə də vurğu kafedra əvvəldədir. Burada nəticədə belə olur. Demək, B və D variantlarını çıxıram. Burada qalır A, C, Y variantları. Ona görə belə olur. 1Y, 2 demək, 1Y, menecer, kafedra birinci hecadadır. İkinci hecada olanlar hansılar oldu? Parametr, esse sözləri. Üçüncü hecada olanlar rayihə və pnevmoniya sözləridir. Düzgün variant B variantıdır. 8-də hansı variantın əvvəlinə hər zaman ifadəsini artırsaq şərtdəki fikir öz doğruluğunu itirməz? A variantına baxıram. Tələffüz zamanı sözdə səs artımı olur. Hər zaman. Xeyr, hər zaman sözdə səs artımı olmur. Ona görə A variantı yanlışdır. B-də hər zaman vurğusuna görə fərqlənən sözlər müxtəlif nitq hissəsinə aid olur. Səhvdir. Məsələn, bayaq dediyim kimi şaxta sözü fərqli mənalar bildirsə də, hər ikisi də ismə nitq hissəsi olaraq ismə aiddir. C variantında səs uzanması yazılış və deyiliş arasında fərq yaradır. Hər zaman. Xeyr, bu yanlışdır. Hər zaman ca qoşma kimi işləndə vurğu qəbul etmir, düzdür. Düzgün variant D variantıdır. Çünki ca qoşma kimi işləndə vurğu qəbul etmir. Və bu hər zaman belədir.
Y variantında hər zaman ahəng qanunu alınma sözlərdə pozulur. Xeyr, milli sözlərdə də pozula bilir. 9-da hansı cümlədəki sözlərin hər biri düzgün yazılmışdır? Dilimiz aglutinativ dillər ailəsinə mənsubdur. Burada demək olar ki, hər hansısa bir sözdə, belə deyək, yazışda pozulma yoxdur. Digər variantlara baxıram. Baş verən fövqəladə vəziyyət hər kəs narahat edirdi. Fövqəladə yox, fövqəladə olmalı idi. Yəni, fövqəladə sözündə olan birinci A, kimi belə deyək, yazılmalıdır. Ona görə də B səhvdir. C variantında xalq öz dolanışığını, öz güzəranın güclə təmin edir. Güzəranın sözündə isə güzəranın olmalı idi. Yəni, kimi olmalı idi. Ona görə C variantı da səhvdir. D variantı əli kişi köhnənin neft təmizləyəni idi. Neft təmizləyən sözündə neft sözündə olan t-lardan t düşüb və ona görə bu səhvdir. Yəni orada düşmə olmamalı idi. Y variantında Amerikanın hegemonluğu bitmək üzrə idi. Burada da sözlərdən hər hansısa biri pozulma yoxdur. Amma normalda düzgün cavab Y variantıdır. Amerikanın hegemonluğu bitmək üzrə idi. 10-da hansı sözləri tələffüzü əsasən iki müxtəlif nitq hissəsi kimi düşünmək olar? Xalya sözünə baxıram. Xalya sözü həm xala mənasında isim, həm də xalça mənasında yenə isim kimi işlənə bilər. Burada isə deyik, iki müxtəlif nitq hissəsi kimi düşünmək olar. Ona görə birinci sözü aid etmirəm. Körpüyə sözü həm körpü mənasında olur isim. Bir də var körpə. Körpə sözündən tələffüzü körpüyə alınır. Burada isə sifət olur. Ona görə ikincini aid edə bilərəm. Üçdə qalıya. Qalıya sözü həm isim kimi, yəni qala mənasında, həm də qalamaq feili mənasında işlənə bilər. Yəni hər ikisi də, hər iki mənada da müxtəlif nitq hissəsinə aid olur. 2, 3. Dəliyə sözü həm deşik mənasında isim, həm də dəli, dəliyə, dəli adam. Bu mənada, yəni sifət kimi, belə deyək, fərqli nitq hissəsinə aid olur. Demək, 5-də xülasə. Xülasə sözündə bu vurğuya əsasən olur. Ona görə bunu aid etmirəm. Bir var xülasə, köməkçi nitq hissəsi kimi işlənir. Bir də var ki, nəyinsə xülasəsi, bu zaman olur isim kimi. Burada amma vurğuya görə olduğu üçün 5-i aid etmirəm. Düzgün variantlar 2, 3 və 4-cü sözlər olur. Düzgün variant D variantıdır. 11-də hansı variantdakı söz düzgün yazılmayıb? Hisslər sözü düzgündür. Website düzgündür. Aviasalon düzgündür. Multimilyonçu düzgündür. Y variantı isə Avropa sözündə ümum sözündən sonra belə deyək, Avropa sözü böyük hərflə gəlməli idi. Yəni burada defis olmalı idi. Və çünki ümum sözündən sonra hər hansısa bir belə deyək, ölkə adı gələrsə, bu zaman nə olur? Böyük hərflə yazılmalıdır Avropa sözündə olan birinci hərf böyük hərflə yazılmalıdır. Ona görə Y variantı səhvdir. 12-yə baxıram. Hansı söz birləşməsinin tələffüzü doğru verilib? Sənin haqqında. Sənin haqqında belə deyək. Haqqında. Burada haqqında sözündə olan Q hərfin üzərində xət olmalı idi. Yəni K kimi səslənir. Ona görə A səhvdir. Çünki əgər Q-nın üzərində xət yoxdursa, bu tələffüzdə səhv belə deyək götürülür. Çünki orada xət yoxdursa, demək o Q kimi səslənir. Amma xət varsa K kimi. Burada
isə xətt olmadığı üçün Q kimi səslənir. Bu da səhvdir. Şəhərdə olmaq. Şəhərdə olmaq bu düzgündür. Burada heç bir səhv yoxdur. C variantı müəllim. Burada ümumiyyətlə uzanma hadisəsi olmamalı idi. D variantında ağac almaq. Ağac almaq sözündə ağac sözündəki ağac sözündə ç olmamalıdır. Çünki özündən sonra sait ilə başlayan söz gəlir. Ağac almaq. Əgər samitlə başlayan söz gəlsəydi, o zaman ç olardı. Amma saitlə başlayan söz gəldiyi üçün bu ç yox, c olmalı idi. Buna görə D də səhvdir. Torpaq sevdası. Y variantında isə H yox, X olmalıdır. Çünki özündən sonra samitlə başlayan söz gəlib. Ona görə də Y variantı da səhvdir. Yəni torpağı olmalı idi. Torpaq sevdası. Düzgün olan B variantıdır. 13-də yazışında qapalı sait var, yazışında qapalı sait yoxdur. A variantında zülm, meyil. Zülm, meyil sözlərində belə deyək də, zülm sözünün belə deyək yazışında ülərdən biri olmur, yəni ikinci ü olmur, amma normalda sözün yazışında bir ü var. Buna görə zülm sözünü aid edirəm. Meyil sözündə də i var və bunu da qapalı sait olanla əlavə eləyə bilərəm. Ona görə 1A B variantına baxıram. Əsil, səbir sözlərində də hər ikisində qapalı sait var. Yəni burada necə tələffüz edilirsə, burada göründüyü kimi də yazışında da elədir. Ona görə yazışında qapalı sait olanlar A və B variantında olanlardır. Demək, ikinci, yazışında qapalı sait yoxdur. Məsələn, sehir sözünə baxıram. Sehir sözündə qapalı sait yoxdur. Yəni tələffüzdə var bu. Sehir olmalıdır. Həcm sözündə də i yoxdur. Ona görə C variantı 2-yə aiddir. Yəni yazışında qapalı sait olmayana aiddir. D variantında feyziyyat sözündə qapalı sait yoxdur. Yəni i yoxdur. Fəhmlə sözündə də i yoxdur. Fəhm sözü belə olur. Yəni belə yazılır. Ona görə düzgün variant hansılar oldu? Demək, 1-də zülm, meyil, əsil, səbir. 2-cidə sehir, həcmcə, feyziyyat və fəhm sözü sözlərini aid edə bilərik. Düzgün variant 1A, B, 2-yə isə C və D-ni aid edə bilərəm. Düzgün variant A variantı. 14-cüdə hansı sözün yazışı düz, tələffüzü səhv verilib? Dezodorant yox, dezodorant olmalı idi. Dezodorant. Ona görə də yazışı səhvdir, amma tələffüzü düzgündür. Amma bizə tələffüzü səhv, yazışı düzgün olan lazımdır. Etinasız sözünün yazılışı düzgündür. Tələffüzünə baxıram. Etinasız. Düzdür. Birincidə e uzanır, amma bunu olduğu kimi saxlayırıq. İkinci məqamda isə yenə uzanma var. Etinasız. A sait uzanır, amma burada uzanmanı göstərməyib. Ona görə B variantı, belə deyək, B variantına aid edirik. Yəni yazışı düzgündür, amma tələffüzündə səhv var. Çünki A saiti də uzanmalı idi. Amma uzanmayıb. C variantında. Füsunkar sözündə yazışda ü olmalı deyil, amma tələffüzdə olmalıdır. Yazışı səhv, tələffüzü düzgündür. Hər günkü sözündə ü olmalıdır. Burada da səhvlik var. Hər günkü olmalıydı. Y variantına gün güzəran. Gün güzaran yox,
gün güzəran olmalıydı. Ona görə Y variantı da səhvdir. Düzgün variant B variantıdır ki, yazılışı düzgündür, tələffüzündə isə səhv var. 15-də zülmkar sözünün fonetik təhririnə aid deyil. Deyiliş və yazılışı arasında bir fərqli məqam var. Zülmkar. Bəli. Çünki tələffüzdə ü saiti əlavə olunur. Zülmkar yazılır. Zülüm. Orada yenə bir ü saiti əlavə olunur. Tələffüzdə ona görə bir fərqli məqam var. Düzdür. B variantı. Sözün hecaları zülmkar şəklindədir. Səhvdir. Çünki heca yazışı əsasına aparılır. Burada isə tələffüzü verib. Ona görə səhvdir. Yəni zülmkar bu şəkildə olmalıdır. Ü, yəni ikinci ünü orada verməməli idi. Ona görə B yanlışdır. C variantında hər iki hecası samitlə başlayır. Zülmkar. Bəli. Zülmkar. Hər ikisi, yəni hər iki hecası samitlə başlayır. Düzdür. D. Ahəng qanununa tabe deyil. Düzdür. Ahəng qanununa tabe deyil. Çünki ü və a saiti var. Yəni həm incə, həm qalın saiti var. Y variantı vurğusuz sonuncu hecaya düşür. Bu da düzdür. Zülmkar. Zülmkar bu şəkildə olur. Demək, səhv olan B variantı oldu. 16'da. Pingvin sözü. Sözdə ahəng qanunu gözlənilmişdir. Düzdür. Burada aid olmayan lazımdır. B variantı sözdə 3 incə və qapalı sait işlənmişdir. Düzdür. Çünki tələffüzdə bir i də əlavə olunur. Ona görə 3 dənə i saiti olur. Ona görə deyir ki, 3 incə və qapalı sait işlənmişdir. B də aiddir. C variantı vurğusu 2 hecaya düşür. Pingvin demirik. Pingvin deyirik. Vurğu sonuncu hecada olur. Ona görə C variantı səhvdir. D variantı samitlərin yalnız ikisinin qarşılığı yoxdur. Baxaq. N samitlərinin qarşılığı yoxdur. Düzdür. Y variantı sonar samitlərdən istifadə olunmuşdur. Bəli, N samitləri sonar samitlərdir. Düzgün olmayan C variantıdır. Vurğu ilk hecaya düşür. Yanlışdır. Vurğu son hecadadır. 17. Tarixən sözünün fonetik təhririnə aid olan fikri müəyyən edin. Saitlərdən biri uzun tələffüz olunur. Fonetik təhririnə aid olan. Ahəng qanunu saitlərdən biri uzun tələffüz olunur. Tarixən. Tarixən. Saitlərdən biri. Bu yanlışdır. Çünki uzanma yoxdur. Tarixən demirik. Tarixən. B variantı. Ahəng qanununa tabe deyil. Ahəng qanununa tabe deyil. Bəli, çünki həm incə, həm qalın saitlər var. Yəni A, I və Ə saiti. Ona görə ahəng qanununa tabe deyil fikri düzgündür. C variantı vurğusu sonuncu hecaya düşür. Tarixən demirik. Tarixən. Tarixən. Buna görə vurğu əvvəldədir. D variantı. Samitlərdən birinin qarşılığı yoxdur. Samitlərdən birinin yox, ikisinin qarşılığı yoxdur. R və N samitlərinin. Buna görə D də səhvdir. 2 hecalı sözdür. Bu da səhvdir. 3 hecalı sözdür. Düzgün variant hansı oldu? B variantı ahəng qanununa tabe deyil. 18. Hansı sözlərin yazılışı səhvdir? Yanlış. Yanlış yox, yanlış olmalıdır. Yəni L yox, N olmalıdır. Yanlış bu şəkildə. Səhv olanlar hansıdır? Demək, 1 səhvdir, yanlış yox, yanlış olmalıdır. Ona görə 1-yə aid edirəm. İkinci, kineskop sözü düzgündür. Burada heç bir səhvlik yoxdur. Kirpik sözü də düzdür, yəni kiprik yox, kirpik deyirik. Dördüncü, ümid sözündə də səhvlik yoxdur. Profilaktika sözündə i saiti orada yoxdur. Belə deyək də, profilaktika olmalıdır, amma orada i saitini yazmayıblar. Ona görə 5-ci yanlışdır. Yəni i saiti olmadığına görə. 6-cı isə gülünc
C olmalıdır, amma burada Ç verib, bu da yanlışdır. Ona göre yanlış olanlar, yanlış birinci sözdür. Profilaktika sözündə i saitinin olmamasıdır. Günün sözündə də C samit olmalıdır, amma orada Ç verilir. Səhv olanlar 1, 5 və 6 Y variantıdır. Verilən tələblərin üçünə də uyğun gələn sözü müəyyən edin. Demək, burada olan 3 fikir sözlərdən birinə aiddir. Verilən tələblərin, demək, burada 3 tələb verir. Verilən tələblərin üçünə də uyğun gələn sözü. A variantına baxıram. Yazışı deyilişi fərqlənir. Təəssüflə, bəli. Ərlərdən biri düşür və L samiti N-ya çevrilir və yenidən N samiti əlavə olunur. Yəni, belə olur. Təəssüf, əl saitlərindən biri düşür. Təəssüflə bu şəkildə olur. Ona görə birinci fikir düzgündür. İkinci də vurğusu üçüncüyə caya düşür. Baxaq. Təəssüflə düzdür. Yəni, üz saitin üzərindədir vurğu. Ona görə də ikinci də düzgündür. Üçdə səslərin və hərflərin sayı bərabərdir. Təəssüflə düzdür. Çünki əl saitlərindən biri düşür və sözə N samiti əlavə olunur. Yəni, təəssüflə əl saitin biri düşür, uzanma baş verir və sözə N samiti əlavə olunur. Təəssüflə səslərin, hərflərin sayı bərabərdir. Düzgün olan söz təəssüflə sözdür, yəni A variantıdır. Digər sözlərə də baxın. Yazışı və deyilişi fərqlənir. Nifrətlə, bəli, fərqlənir. N samiti əlavə olunur. L samiti də N samitinə çevrilir. İkinci də vurğusu üçüncüyə caya düşür. Xeyr. Nifrətlə demirik. Nifrətlə ikinci hecadadır. Demək, ikinci fikrə uyğun olmadı. Səslərin və hərflərin sayı bərabərdir. Xeyr, bərabər deyil. Çünki nifrətlə bu şəkildə olur. Yəni, samitlərdən biri də artırılır. Ona görə də sadəcə birinci fikir aid oldu. C variantında müəllimlik. Yazış və deyiliş fərqlənir. Müəllimlik, İ kimi, İ kimi tələffüz olunur. Vurğusu üçüncüyə caya düşür. Baxaq. Görək belədirmi? Müəllimlik. Xeyr, dördüncü hecadadır. Demək, yazış və deyiliş fərqlənir, düzgündür. Vurğusu üçüncüyə caya düşür, səhvdir. Çünki dördüncü hecadadır. Səslərin və hərflərin sayı bərabərdir. Düzdür. Demək, aid olmayan ikinci fikir oldu. Vurğu üçüncü hecada yox, dördüncü hecadadır. D variantında çempion. Yazış və deyiliş fərqlənir, düzdür. Vurğusu üçüncüyə caya düşür. Çempion. Bəli, vurğu üçüncü hecadadır. 3-də səslərin və hərflərin sayı bərabərdir. Xeyr, bərabər deyil. Çünki i və o saitlər arasında y samit əlavə olunur. Demək, yazış deyiliş fərqli oldu. Vurğusu üçüncüyə caya düşdü, düzdür. Amma burada da üçüncü fikir aid deyil. Y variantına təəssüratla yazış deyiliş fərqlənir, düzdür. Vurğusu üçüncüyə caya düşür. Baxaq. Təəssüratla dördüncü hecadadır. Bu da səhvdir. Demək, yazış deyiliş fərqləndi. Vurğusu üçüncü hecadadır. Yanlışdır. Dördüncü hecadadır. Səslərin, hərflərin sayı bərabərdir. Bu da düz. Amma ikinci fikir aid olmadı. 3-də yox, dördüncü hecadadır vurğu. Səslərin, hərflərin sayı bərabərdir. Bu düzdür. Çünki ə saitlərindən biri düşsə də yenidən N samit əlavə olunur. Yəni, belə olur. Təəssüratla. Yəni, əni əvəz edəcək bir samit əlavə olunur. Ona görə düzgün variant A variantıdır. 20-də tələffüz şəkli verilmiş sözlərdən hansıların yazışını iki cür düşünmək olar. Körpüyə sözünü həm isim kimi, yox, burada nitq hissəsi olaraq demir. Yazışını iki cür düşünmək olar. Körpüyə, körpü mənasında, bir də var körpə. O mənada hər ikisində də yazışını fərqli cür düşünmək olar. Bir var körpüyə,
Elə söz özü körpüdür. Bir də var körpə, sadəcə orada ə saiti üyə çevrilir. Buna görə bir, quzuya. Quzuya sözündə, yəni bunu fərqli bir mənada, yəni bunu ikinci bir mənada düşünmək olmur. Üçdə, cücüyə sözü iki mənada işlənə bilər, bəli. Məsələn, cücü həşərat mənasında olduğu kimi qalır. Bir də var cücəyə, ə saiti üyə çevrilir, olur cücüyə. 1, 3, 4də. 4də meşəyə sözü ilə olduğu kimidir, yəni. Orada bunu iki cür belə deyək, düşünmək olmur. Bölgüyə sözü. Bölgüyə sözü iki mənada düşünmək olar. Bir var bölgü, nəyinsə bölgüsü, o mənada. Bir də var bölgə. Bölgə sözündəki ə saiti üyə çevrilir, olur bölgü. Bölgüyə. Təliyə sözündə də burada bunu yazışı iki cür düşünmək olmaz. Düzgün olanlar 1, 3, 5 B variantıdır. 21. Bəstəkar və dövlətli sözlərinin fonetik təhlillə bağlı oxşar cəhəti müəyyən edin. Hər iki sözdə üç cingiltili samit işlənib. Baxaq. Bəstəkar sözündə B, bəstə, t, d-yə keçir. Bəstəkar. Hər iki sözdə üç cingiltili belə deyək, samit işlənib. Bəstəkar sözündə B cingiltilidir, D cingiltilidir və R cingiltilidir. Qalanlar kardır. Bəstəkar sözünün üç cingiltili samit işlənib. İndi dövlətli sözünə baxaq. Dövlətli. D cingiltilidir. L cingiltilidir. Demək, D cingiltilidir, V cingiltilidir, L cingiltilidir və li şəkilçi D kimi tələffüz olunur. Yenə də burada olur 4 cingiltili. Bəstəkar sözünün 3 cingiltili, dövlətli sözünün isə 4 cingiltili samit var. Ona görə hər ikisinə aid fikir kimi belə deyək, götürə bilmərik. A variantı səhvdir. B variantında qapalı, dodaqlanmayan incə saitlər işlənib. Burada belə bir məqam yoxdur. Ona görə belə deyək, B variantı səhvdir. Bəstəkar sözündə saitlərin hamısı açıqdır. Dövlətli sözündə sadəcə bir dodaqlanmayan qapalı incə sait var. Ona görə B variantı da səhvdir. C variantı hər iki sözdə ahəng qanunu pozulub. Sadəcə bəstəkar sözündə pozulub, çünki A saiti var. Dövlətli sözündə isə pozulmayıb. Yazış və deyilişində bir fərqli məqam var. Bəstəkar sözündə T samiti D samitinə keçir, bəstəkar. Dövlətli sözündə isə dövlətli. L samiti D samitinə keçir. Demək, hər ikisində də yazış və deyilişində bir fərqli məqam var. Bəstəkar sözündə T samiti D-yə keçir. Dövlətli sözündə isə ikinci L samiti D-yə keçir. Dövlətli. Bu şəkildə olur. Ona görə D variantı düzgündür. Yəni, hər ikisinə aiddir. Y variantı da. Sözlərin vurğuları müxtəlif hecalardadır. Baxaq. Bəstəkar vurğu sondadır, dövlətli vurğu sondadır. Nəticədə hər ikisində vurğu üçüncü hecadadır. Ona görə Y variantında deyir ki, müxtəlif hecalardadır. Bu yanlışdır. Çünki hər ikisində də üçüncü hecadadır. Düzgün variant D variantıdır. Yazış və deyilişində bir fərqli məqam var. 22-də təsadüfən sözlərlə bağlı doğru fikri müəyyən edin. Hər üçündə uzun tələffüz olunan sait var. Təsadüf uzanma var. Təsadüfi uzanma var. Təsadüfəndə isə uzanma yoxdur. Təsadüfən demirik, təsadüfən, yəni uzanma yoxdur. Demək, hər üçündə uzun tələffüz olunan saiti var, yanlışdır. Təsadüfi sözlərində uzanma var. Təsadüfən sözündə uzanma yoxdur.
A variantı səhvdir. B variantında hər üçündə səs artımı var. Hər üçündə səs artımı yoxdur. Təsadüf, təsadüfi, təsadüfən. Heç birində yoxdur. C variantı hər üçündə yazış və deyilişi fərqlənir. Təsadüf, təsadüfi, təsadüfən. Burada da fərq yoxdur. Demək, D variantı hər üçündə vurğu incə saitin üzərində düşür. Təsadüf, vurğu sondadır ü saitinə. Təsadüfi, təsadüfi, yəni sonuncu hecada i'nin üzərindədir. Hər ikisində düzdür. Vurğu incə saitin üzərindədir. Təsadüfən, təsadüfən. Vurğu qalın saitin, yəni a'nın üzərindədir. Burada isə deyir ki, hər üçündə vurğu incə saitin üzərinə düşür. Bu səhvdir. Çünki təsadüfən sözünün vurğu a'nın, yəni a saitinin qalın saitin üzərindədir. Buna görə D də yanlışdır. Y variantı vurğular müxtəlif hecalardadır. Baxaq. Təsadüf, təsadüfi, təsadüf, təsadüf, təsadüfi. Hər ikisində vurğu sondadır. Təsadüfən, təsadüfən isə vurğu a'nın, yəni ikinci hecanın üzərindədir, sonda deyil. Y variantında isə deyir ki, vurğular müxtəlif hecalardadır. Bu düzgün fikirdir. Çünki təsadüf, təsadüfi sözlərində vurğu sonda, təsadüfən, təsadüfən sözündə isə vurğu a'nın üzərindədir. Ona görə Y variantı düzgündür. Bir müzdə tələffüz formasına verilən sözlərdən birinin yazışı iki cür düşünülə bilər. Yazdır sözündə biz bunu belə deyək də, yazışını iki cür düşünə bilmərik. Elə yazdır kimi də belə deyək. Həm yazılır, həm yazdır. Yazdı olsaydı o zaman bunu fərqli formada düşünə bilərdik. Amma artıq burada tələffüzdə r samiti düşməyib, olduğu kimi qalıb yazdır. Bu artıq biz iki formada, yazışını iki formada düşünə bilmərik. B variantında yarışdı. Yarışdı sözünü biz həm feil kimi, məsələn yarışdı, zaman şəkilçisi kimi düşünə bilərik, d şəkilçisini. Bir də var ki, yarışdır isim kimi nədir? Yarışdır. Bu zaman isə dır şəkilçisindəki r samiti düşür və yarışdı kimi olur. Nəticədə B variantını həm yarışdı feil kimi, orada sadəcə d zaman şəkilçisi olur. Bir də var ki, yarışdır. Nədir? Bu zaman isə isim kimi düşünə bilərik. Ona görə belə deyək, hər ikisində, yəni sözlərdən birini yazı iki cür düşünə bilərik. B variantına aid edə bilərik. C variantı köçürdü sözündə iki formada düşünə bilmərik. Köçürdü. D variantı yara sözündə də belə bir məqam yoxdur ki, biz bunu yazışını iki cür düşünək. Qara sözündə də eyni ilə belə deyək, digərlərindəki kimi yazışını iki cür düşünə bilmirik. Düzgün variant yarışdı sözüdür. Həm feil kimi, həm isim kimi düşünə bilərik. Düzgün variant B variantı 24-də. Cəhdlik sözünün fonetik təhlilinə aid deyil. Tələffüzündə iki fərqli məqam var. Baxaq, cəld fonetik təhlilinə aid deyil deyir. Burada belə deyək, düzlər yox, səhvlər lazımdır. Bir də tələffüzündə iki fərqli məqam var. Cəld d t-yə keçir, l d-yə keçir, cəld dik, k da i səsinə keçir. Nəticədə 2 yox, 3 fərqli məqam olur. Cəld, cəld, dik, cəld, dik. Tələffüzündə iki fərqli məqam var, yanlışdır. Ona görə birinci fikir aid edirik, çünki bizə aid olmayanlar lazımdır. İkincidə cingiltili və kar samitlərin sayı eyni deyil. Baxıram. Cəld, dik. Birinci cingiltilərə baxıram. C samiti, l samiti, d samiti, 3 cəld, dik. 3 dənə belə deyək, cingiltili samit oldu. Kar samitlərin sayına baxıram. T və i. 2 kar samit oldu. T və i. Ona görə demək,
İkincidə deyir ki, cingiltili və kar samitlərin sayı eyni deyil. Düzdür. 3 cingiltili, c, l, d, 3 cingiltili və 2 kar, t və i, belə deyək, samitləri oldu. Ona görə nə deyir? 2 cingiltili və kar samitlərin sayı eyni deyil. Fikrim düzgündür. 3 cingiltili, 2 kar samit var. Üçüncüdə samitlərdən ikisinin kar qarşılığı yoxdur. Demək, fonetik təhlillə aid olmayan samitlərdən ikisinin kar qarşılığı yoxdur. Baxıram. Cəld, dik. Cəld, burada l samitinin kar qarşılığı yoxdur. T samitinin qarşılığı var. Burada kar qarşılığı deyil, yoxdur deyir. Cəld, dik, l samitini aid edirəm. C samitinin kar qarşılığı var, ç'dır. L samitinin kar qarşılığı yoxdur. D samitinin kar qarşılığı t'dır. Və cingiltili samitlər lazımdır bizə. İkisinin deyil, kar qarşılığı yoxdur. Aid olmayan samitlər, aid olmayan istəyir. Samitlərdən ikisinin kar qarşılığı yoxdur. L-nın bu səhvdir. Çünki bir samitin kar qarşılığı yoxdur. L samiti. Çünki oradakı ikinci L D-yə keçir. D samitinin kar qarşılığı T-dır. Ona görə üçüncü də yanlışdır. İkisinin yox, birinin kar qarşılığı yoxdur. O da L samitidir. Yəni birinci L samitidir. Hələ ki aid olmayanlar 1, 3, üçüncü belə deyək fikirlər oldu. Dördüncüdə y səsinin kar qarşılığı işlənib. Düzdür, y. Cəld, dik. Y səsi. Cəld, dik. Y səsinin kar qarşılığı işlənib. Düzdür. 5. Kar cingiltili samit cütlüyü işlənməyib. Bu səhvdir. Çünki işlənib. Cəld, t samiti, d. Cəld, dik. Cəld, dik. T, d samitləri var. Burada amma deyir ki, 5-də kar cingiltili samit cütlüyü işlənib. Ona görə aid olmayanlar hansılar oldu? 1, 3, 5. İkinci və dördüncü fikirlər isə uyğundur. Amma uyğun olmayanlar, aid olmayanlar 1, 3, 5 Y variantıdır. 25. Hansı sözlərdə sahiblərdən ikisi uzun tələffüz olunur? Demək, 25-də hansı sözlərdə sahiblərdən ikisi uzun tələffüz olunur? Naməlum. Naməlum. Naməlum sözündə iki sahib uzun tələffüz olunur. A və Ə. Naməlum. Buna görə biri aid edirəm. Narahat sözündə uzanma yoxdur. Nalayiq sözündə. Nalayiq. Nalayiq. İkisi uzun tələffüz olunur. Nalayiq. 2 uzanma var. Nalayiq. 1, 3, dördüncüdə dəvətnamə. Dəvətnamə. Dəvətnamə sözündə 2 uzanma var. Dəvətnamə. Dəvətnamə. Bu şəkildə olur. Demək, nadinclik sözündə nadinçlik. Nadinçlik. 1 uzanma var. Demək, 2 uzanma olanlar hansılar oldu? Naməlum, nalayiq, dəvətnamə. 1, 3, 4. C variantı. Azadlıq sözünün fonetik təhlilindəki səhvi müəyyən edin. Saitlə başlayıb kar samitlə bitir. Azadlıq. X. Bəli, bu düzdür. Saitlə başlayıb kar samitlə bitir. Düzdür. Kar samitlər cingiltili samitlərdən sayıca çoxdur. Azadlıq. Azadlıq sözündə demək. Azadlıq. 2 kar samit var. Deyir ki, kar samitlər cingiltili samitlərdən sayıca çoxdur. Bu səhvdir. Çünki burada 2 kar samit var. Cingiltili samitlərin sayına baxıram. Azadlıq.
sayca çoxdur deyir. İki kar samiti oldu. Azadlıq, t və x samiti. Cingili samitlər z və d samiti oldu. Çünki l samiti orada d-yə keçir. Azadlıq. Demək, burada səhvdir. Çünki kar və cingili samitlərin sayı eynidir, yəni bərabərdir. Kar samitlər cingili samitlərdən sayca çoxdur fikri yanlışdır, eynidir. Sayca bərabərdirlər. Ona görə səhv fikir B variantıdır. Tələffüzündə 3 fərqli məqam var. Azadlıq. Düzdür. Tələffüzündə 3 fərqli məqam var. Azadlıq. D variantında vurğusu sonuncu hecadat. Düzdür. Azadlıq deyirik. Y variantında morfoloji prinsip pozulmayıb. Bəli, pozulmayıb. Burada Y variantı da düzgün fikirdir. Səhv olan B variantıdır. Kar samitlər cingili samitlərdən sayca çoxdur, yanlışdır. Sayca bərabərdir. 27. Tələffüzündə 3 fərqli məqam olan sözü göstərin. Demək, tələffüzündə 3 fərqli məqam olan sözü göstərin. İgidlik sözünə baxıram. İgid d, t kimi olur. İgid demək, d, t kimi oldu. İndi şəkilçiyə baxıram. Dik. L, d-yə keçir. K samiti də y səsinə keçir. İgid, dik. 3 fərqli məqam oldu. İgid, dik. Bu formada olur. Digərlərinə baxıram. Sənətkarlıqla. Sənətkarlıq sözündə 4 məqam var. 4 fərqli məqam var. Məsələn, belə deyirik də, burada sənətkar. Kar şəkilçisi olduğu kimi qalır. Sənətkar demirik, bu yanlışdır. Sənətkarlıq, rıqla. L, r-yə keçir. Q, x-yə keçir. L, n-yə keçir və yenidən n samit əlavə olunur. Sənətkarlıqla. Rıqla 4 fərqli məqam var. C variantında qonaqlıq. Qonaqlıq 2 fərqli məqam var. Q samitləri x-yə keçir. Qonaqlıq. D variantı itaətkarlıq. İtaətkar. Yəni şəkilçiyə qədər dəyişim yoxdur. İtaətkarlıq. Burada yenə L, r-yə keçir. Q da x-yə keçir. Yenə 2 dəyişim oldu. Nadinc sözündə isə C samiti ç-yə keçir. Nadinc olur. Demək, tələffüzü 3 fərqli məqam olan söz A variantıdır. 28-də verilən fikirlərdən hansı doğrudur? Bir hərf müxtəlif səsləri ifadə edə bilməz. Bir hərf doğru olan fikir lazımdır bizə. Hansı doğrudur deyir. Bir hərf müxtəlif səsləri ifadə edə bilməz, edə bilər. Məsələn, Q samiti müxtəlif səsləri ifadə edir. Ğ-nı, x-nı. Ona görə A variantı səhvdir, ifadə edə bilər. B variantı riayət, qiraət kimi sözlərdə səs artımı müşahidə olunur. Xeyr, burada səs artımı yoxdur. Burada İ-A, belə deyək, hərflər saitlər yan-yana gəlsə də, burada Y samiti əlavə olunmur. Riayət və qiraət sözləri olduğu kimi qalır. C variantında kar samitdən yaranmasında səs tirləri iştirak edir. Xeyr, bu cingiltili samitlərə aiddir. D variantında bir sözdə həm səs düşümü, həm də səs artımı ola bilər. Məsələn, bayaqki təəssüflə sözü kimi ə saitlərindən biri düşür və sonda n samiti əlavə olunur. Təəssüflə. Ona görə D variantı doğrudur. Mələk, fələk sözlərinin əsaitlə başına şəkilci artıranda Q-yə əvəzlənməsi baş vermir. Bu isə yanlışdır, baş verir. Mələyin, fələyin və yaxud da mələyə, fələyə. Ona görə düzgün variant D variantıdır. 29. Hansı sözlərin yazışı düzgün, tələffüzü isə yanlış verilib? Birincidə, demək, yazılış düzgündür, tələffüz yanlış. Yazılışı düzgün, tələffüzü isə yanlış verilib. Yazılışı düzgün, tələffüzü isə yanlış verilib.
Vaxtaşırı sözünün yazışı düzgündür, amma tələffüzündə t yox, d olmalı idi. Vaxt aşırı olmalı idi. Ona görə yazışı düzgündür, tələffüzü isə yanlışdır, düzdür. Yəni vaxtaşırı sözündə t yox, d olmalı idi. Biri aid edirəm üstəki. Üstəki sözünün yazışı düzgündür, tələffüzü də düzgündür. Üstəki bu formada olur. 3-də təsadüfən. Təsadüfən sözünün yazışı düzgündür, amma tələffüzü səhvdir. Çünki tələffüzündə uzanma hadisəsi olmur. 1, 3, 4-cü teleteatr. Teleteatr sözündə də burada səhvlik var. Teleteatr sözündə demək defisləndirsə, tələffüzündə də defis olmalıdır. Ona görə də 4-cü də yanlışdır. 5-cidə itaətkarlıq. İtaətkarlıq belə deyək, sait birləşmələr olarsa, bura y əlavə olunmur. Ona görə 5-cidə yazılışında düzgünlük var, itaətkarlıq olduğu kimi düzdür, amma tələffüzündə səhv var, çünki y samiti əlavə olunmamalıdır. Demək, uyğun olan, yəni yazışı düzgün, tələffüz səhv olanlar hansılar oldu? 1. Vaxt aşırı t-d-ya keçməlidir. 3-də təsadüfən sözündə yazış düzdür, amma tələffüzündə səhv var, çünki a uzanmalı deyil, yəni ümumiyyətlə uzanma hadisəsi yoxdur bu sözdə. 1, 3 və 5. İtaətkarlıq sözündə isə y samiti əlavə olunmalı deyildi. Ona görə 1, 3, 5 C variantı düzgündür. 30-da hansı sözün yazışını iki cür düşünmək olar? Dimdik sözündə yazışını iki cür düşünmək olar deyir. Dimdik sözündə yazışını iki cür düşünə bilmərik. Dimdik. Burada vurğuya görə yox, yazışa görə belə deyək, iki cür düşünmək lazımdır. Çünki A variantının buna aidiyyəti yoxdur. B variantını yazdırmaq sözündə də orada belə deyək, tələffüzündə yazdırmaq bu şəkildədir. Ona görə onu da iki formada düşünə bilmərik. Bilək sözündə də bilək. Yazışını bilək. Yəni hər ikisində bir var insan biləyi, bir də var bilmək mənası. Hər iki formada da yazışda ki olur, bilək. Ona görə iki cür düşünmək olmur. D variantında ədavətdir. Ədavətli sözündə bir var ədavətdir, yəni isim kimi və orada şəxs sonluğunda olan r samiti düşür. Ədavətdir kimi olur. Ədavətdir isim kimi. Bir də var ədavətli sifət kimi olur və oradakı l samiti d samitinə keçir, olur ədavətdir. Demək, ədavətdir isim kimi. Bir də var ki, ədavətli, yəni ədavətli. Bu şəkildə isə sifət kimi işlənir. Nəticədə yazışını iki cür düşünmək olar. Ədavətdir və ədavətli. Ədavətdir və ədavətli. Ona görə D variantı uyğundur bura. Y variantında qovaq. Qovaq sözündə feil kimi işlənə bilər.